Mən səhifəmin dəyərli, əziz xanımları, kimlər ki videolarıma diqqətlə baxır, reseptlərimdən götürür, istifadə edir, bu resept də sizə gəlsin. Bu günləri talışların qəndi külçəsi partlamanı bişirirəm. Yəni də qısa olsa sizə çəkirəm. Bax, burada 500 qram yağ var, yumşaq olmalıdır. İndi bunu qəşəng mikserlə çalaram. Elə eləyərəm ki, krem halına gələr, hamısını sizə göstərərəm. Qızlar, görürsünüz, krem halına gəldi. Belə olmalıdır. İndi bura gedər yumurtanın ağı. Yumurtanın ağını belə tökürəm. Belə. Belə sarısı olmaz. Olmaz sarısı. 500 qram indi pesoku kofemolotdan çıxardarım. Bu da axırıncı 500 qram burada var. İndi kabartmanı da tökərəm. Baxın. Deməli burada belə. Bir də bir qaşıq.